Ələsgər elmində olma nabələd. Doğru söylə, sözün çıxmasın qələt. Şahiddə iman yox, bəydə ədalət, qazıların, düz bazarın görmədim. Torpaqdan ayrılan insan taleyi, bu tale yaddaşından ayrılan xalq taleyinin təcəssümüdür. Bugün yaddaşımız Dədə Ələsgərin Fəlsəfi Dünyası kitabının səhifələrində vərəqlənir. Dədə Ələsgər bizim milli yaddaşımızdır. Bu kitab isə həmin yaddaşın işığını gələcək nəsillərə daşıyan qiymətli bir mənəvi xəzinədir. Kitab yaddaşında yaşatdığımız hər bir kitab kimi bu əsər də bizə bir həqiqəti xatırladır. Xalqı xalq edən onun milli mənəvi sərvəti, onun daş yaddaşıdır. Kitabın elmi redaktoru Azərbaycan Aşıqlar Birliyinin sədri, Professor Məhərrəm Qasımlı, ön söz müəllifi, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu İmanov, rəyçilər, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun direktoru, Professor İlham Məmmədzadə və mərhum Bakı Dövlət Universitetinin Türkologiya Kafedrasının keçmiş müdiri, Professor Ramiz Əskər və Filologiya elmləri doktoru, Professor Səhər Orucovadır. Redaktor isə tibb elmləri üzrə fəlsəfə doktoru Hacı Abbas Bağırovdur. Deyirlər ki, xalqın yaddaşı onun kitablarında, ruhu isə onun sözündə yaşayır. Elə kitablar var ki, onları oxuyarkən səhifələri çevirdikcə sanki əsrlərin içindən keçirsən. Elə adlar var ki, zaman onları, onlar da zamanın özünü yaşadır. Lap Dədə Ələsgər kimi. Bugün sizə təqdim etdiyimiz kitab Nağdəli Kəstəklinin Dədə Ələsgərin Fəlsəfi Dünyası əsəri. Bizi sözün hikmətə, hikmətin isə mənəviyyata çevirdiyi bir aləmə aparır. Böyük insan ömürləri ilə deyil, qoyduqları izlər ilə ölçülürlər. Dədə Ələsgər də məhz belə şəxsiyyətlərdəndir. O, Göyçənin saz səsi, Azərbaycanın mənəvi ucalığı, Türk dünyasının hikmət daşıyan söz karvanıdır. Onun yaradıcılığına baxdıqca anlayırsan ki, saz yalnız musiqi aləti deyil, xalqın qəlbinin dilidir. Bu kitabın ən böyük dəyəri ondadır ki, müəllif Dədə Ələsgəri həm şair və aşıq kimi, həm də dərin təfəkkür sahibi, həyat filosofu kimi təqdim edir. Sən oxucu, burada bir daha görürsən ki, Ələsgərin hər misrasının arxasında uzun ömür təcrübəsi, insan sevgisi və ilahi hikmət dayanır. 30-unda kəklik kimi səkərsən, igidlik eyləyib qanlar tökərsən, 40-ında sən əl haramdan çəkərsən, sonası ovlanmış gölə bənzərsən. Söz qılıncdan iti, vicdandan zəif ola bilməz. Dədə Ələsgərin poeziyasında da məhz vicdanın səsi eşidilir. O insanı insan edən dəyərlərdən danışır, mərhəmətdən, sədaqətdən, düzlükdən, halallıqdan danışır. Onun misralarında həyatın çətin yollarından keçmiş bir müdrikin nəsihəti duyulur. Kitabı vərəqlədikcə anlayırsan ki, Dədə Ələsgər üçün insanın ən böyük sərvəti var dövlət deyil, mənəvi zənginlikdir. Yaşadıqca anlayırıq ki, adamın böyüklüyü də məhz onun qəlbinin tutumu ilə ölçülür. Bu düşüncə onun da yaradıcılığında ana xətti təşkil edir. Əsərdə xüsusi yer tutan məqamlardan biri də Qərbi Azərbaycan mövzusudur. Göyçə mahalı coğrafi məkan olmaqla yanaşı milli yaddaşımızın müqəddəs ünvanlarından biridir. Dədə Ələsgər həmin torpağın nəfəsini, dağlarının vüqarını, bulaqlarının saflığını, insanların mənəvi zənginliyini sözə çevirən sənətkardır. Yurt insanı böyütmür, insan yurdu böyüdür. Dədə Ələsgər də öz şəxsiyyəti ilə Göyçəni dünya mədəniyyət xəritəsinə həkk edən dahilərdəndir. Bu səbəbdən onun yaradıcılığına qayıdış həm də öz köklərimizə, tariximizə və mənəvi yaddaşımıza qayıdışdır. Müəllif kitab boyunca göstərir ki, Dədə Ələsgərin fəlsəfəsində insan və təbiət ayrılmaz bütövdür. Dağlar onun üçün sadəcə dağ deyil, vüqardır, bulaqlar saflıq, yollar isə məsafə yüklü taledir. Bu baxımdan Ələsgərin yaradıcılığı həm də insanın özünü dərk etməsi haqqında böyük bir məktəbdir. Bu kitabı oxuyarkən həm də hiss eləyirsən ki, Dədə Ələsgər yalnız öz dövrünə yox, gələcək nəsillərə də səslənir. Onun sözləri zamanın sərhədlərini aşaraq bugün də insanı düşünməyə vadar edir. Çünki həqiqi sənət zamanın deyil, həqiqətin övladıdır. Kitab keçmişlə gələcəyin arasına qurulan ən etibarlı körpüdür. Nağdəli Kəstəklinin Dədə Ələsgərin Fəlsəfi Dünyası əsəri də məhz belə bir körpüdür.
Bu körpü bizi Göyçənin sazlı sözlü məclislərinə, xalq hikmətinin qaynaqlarına, mənəvi kamilliyin işıqlı yollarına aparır. Və sonda Dədə Ələsgərin ruhuna uyğun bir düşüncə ilə deyə bilərik. Dədə Ələsgərin Fəlsəfi Dünyası kitabı yalnız filoloqlar, tədqiqatçılar və aşıq sənəti ilə maraqlananlarla yanaşı, həyatın mənasını, insanın daxili aləmini, milli mənəvi dəyərlərimizi anlamaq istəyən hər bir oxucu üçün dəyərli bir mənbədir. Bu əsər bir daha sübut edir ki, böyük sənətkarların sözü zaman keçdikcə köhnəlmir. Əksinə, hər yeni dövrdə yeni mənalar qazanır. Çünki Dədə Ələsgərin irsi təkcə keçmişin yadigarı deyil, bu günümüzü və gələcəyimizi işıqlandıran mənəvi xəzinəmizdir. Bizim də bu kitab yaddaşımız onu göstərir ki, xalqın ən böyük sərvəti onun yaddaşıdır. Yaddaşı isə yaşadan söz, sənət və kitabdır. Gözünüz nurlu, mütaliəniz iti olsun.